bugün biz daha bir qəhrəmanımızın əziz xatirəsi münasibətilə bir araya gəlmişik. Tanışır mübarək şəhid haqqında olan filminin təqdimatına toplaşmışdır. Yanına böyle hemen biraz var. Hem Vardım sana ya bir tümrük ya kandı. burada da bizim darmazamız vardı. Ha, orada kesin. Sağlam dostlar kabul edin andı. Vardım sana sağlam dostlar kabul edin andı. İnanmışım uyanırsa karabaşım uyanırsa kurbandı. Bugün benim için şehit kardeşim Mübarək Aktan'a hem şerefli de gurur vericidir. Bütün şehitler kimin kardeşim de bizim başımızın tacı, gurur yerimizdir. Mübarək orta məktəbi qutarandan sonra Ali Hərbi Məktəb Moskvada təhsil almaq üçün getdikdə atam düzü əvvəlcə razı değildi. Ben orta məktəbi bitirəndə mübariz ancaq 3'də 4'də oxuyardı. Aramızda 5-6 yaş fərq vardı. Şərtləri çoxalırdı və düşünürdü ki, orada gedib qala bilməz, oxuya bilməz. Həm də kənddən gedən bir uşaq rus dilini bilmirdi. Moskvada təhsil almaq, rus dilində danışmaq və orada yaşamaq atam deyirdi çətin olacaq onun üçün. İllər keçdi mübariz orta məktəbi bitirdi. Mənə dedi, qardaş, sən oxumadın, mən gedib həmin məktəbi oxuyacağım. O dediyi elədi. Moskva vilayətində Riyazan şəhərində Ali Hərbi Məktəbə qəbul oldu, bitirdi. Bu atama dedi ki, atam mən orada gedib təhsilimi alacağam və təhsilli olaraq kəndə qayıdacağam. Və dediyim də elədi, getdi. Təhsilini də aldı, çətinliklərə baxmayaraq. O getdi, ondan sonra bir müddətdən sonra dedim mən könüllü Azərbaycana qayıdıram. Mənim məhbədəmdə müharibə gedim, mən orada qala bilmərəm, mən orada gəlib təhsilimi Azərbaycana davam etdirəcəm. Elə də bu, gəldi təhsilimi burada davam etdirdi. Qardaşım haqqında elə çox xatirələrim yoxdur. Hərbi məktəbi bitirdi, orada müəllim işlədi, sonra da könüllü şəkildə orada getdi. Müharibə başlayandan sonra Mübariz dedi ki, mən orada oxuya bilmərəm. Mənim ölkəmdə, dövlətimdə müharibə gedirsə, mən şəxsin özüm də dedim ki, qardaş, sən orada tutar, gəl sonra müharibə dedi, yox, mən orada oxuyum. Dövlətimdə müharibə gedirsə, son illəri gəldi, özümüz Azərbaycanda oxudu, axırıncı kursları. 6 aydan bir ona izin verirdilər. O 6 aydan bir kəndə gəlib, 10 gün, 15 gün qalırdı. Anam ona hər dəfə kəndə gələndə ona ləzzətli yeməklər pişirmək istəyir. O isə dedi ki, ana yox, mən bunları yesin, təzdən mən oraya qayda kilo alacağım və onların normativlərini həyata keçirə bilməyəcəm. Ona görə də maksimum dərəcədə özünə, çəkisinə diqqət edirdi. Amma ana ürəyi, ana da istəyirdi ki, oğul gələndə ona ləzzətli yeməklər pişirsin. Ama sen bir şeylerden edebilirsin. Ailelerine sebeplerini kardeşim bazı başvurmak. Şehit bacısı kimi danışmalar için çok çetindi. Orta mektebi yerinde biz dört bacı bir kardeşimiz. Her şeyimiz paylaşmış. Yani iki bacı kardeşliği, iki bacı kardeşliğiymiş. Onların paylaşan kardeşim, büyük kardeşim yok.
xatirəm azdır. Yəni aramızda 5-6 yaş fərq vardı. Mən orta məktəbi bitirdim, gəldim Bakıya. O 3-də 4-də oxuyurdu, orta məktəbi bitirdi. Getdi hərbi məktəbə. Onun üçün danışmaq mənim üçün çox qürurludur. Amma bir o qədər də mənim üçün çox kədərlidir. O çox cavan yaşında rəhmətə getdi. Başımızın tacıydı. Qardaşımla fəxr edirəm. Nəyə ki qardaşımla, bütün şəhidlərimizlə fəxr edirəm. O böyüklə böyük, kiçiklə kiçik. El arasında yaşıtlarından da çox yaşlı olanlar arasında hörmət qazanmışdı. Sinif yoldaşları var, yaxşı da elə bu öz kəndimizdə, ya qonşu hərbi məktəbdə oxuduğu yoldaşlardan, onlardan var münasibətimiz var, sinif yoldaşları var. Kənd cəmaatı da Xankişiyev Mübariz Rəsuloğlu, mənim həm uşaqlıq yoldaşım olub, dostum olub, həm də sinif yoldaşım olub. 10 il biz bir sinifdə oxumuşuq. Demək olar ki, onun 2 ili, axırıncı 9-cu, 10-cu sinifləridir, partada oturmuşuq. Həm sirdaş olmuşuq, həm dost olmuşuq, həm yoldaş olmuşuq. Rəhmətli Mübariz demək olar ki, sinifdə ən cəsarətli, ondan sonra qabiliyyətli uşaqlardan biri idi. Ömrü boyu onun həmişə hərbiçi olmaq arzusu var idi. Bu yöndə ona bizim hərbi müəllimimiz var idi. Deməli, o ona dəstək oldu. Çingiz müəllim ona dayaq oldu. Sonra hərbi müəllimimiz Cəfər müəllim ona dayaq oldu. O vaxt biz hərbiyə hazırlaşanda heç müharibə söhbəti də yox idi. Yəni, o şeyi həmçin oturub bir planlaşdırırdı, qeyri-eti var idi ki, mənim həvəsim var, vayin olmaq. Yəni, vətənə qulluq eləsin. Elə bir yerdə danışırıq, planlaşdırırdı ki, biz gelib Moskvada oxuyucuq. Orta məktəbi qutarandan sonra o Moskva hərbi məktəbinə daxil oldu və belələ də öz gələcək həyatını seçdi. Bununla əlaqədar olaraq demək olar ki, Qarabağ müharibəsi başlayanda zaman təhsilini orada Bakı Ali Hərbi Məktəbinə dəyişdirdi və bundan sonra da torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başladı. O bizimlə ön cəbhədə, arxa cəbhədə olmaq əvəzinə ön cəbhədə bizimlə bir yerdəydi. Çünki onu bizim batalyonun kadrovik asker kimi gəlmişdi. O vaxtda kadrovik askerlər tək-tək olurdu. Mən şəhid Xankişiyev Rəsuloğlu'na yaxın olmuşum. Həm də zabit kimi, zabit kimi, həm də bir eyni kimi. Mən də bizim Zəndər rayonuna məcbur köçkünə, onunla da Xankişiyev mübarizəyə eyni tale yaşamış insanlar olmuşum. Və biz səfərə yollandı, yaxşı yadındadır, gəldik Gensel Harbisiyə və bizim görüş yolumuz dekabr ayında, yanvar ayında başladı. Ben
mübarizlə zabit yoldaşıydı. Ülkətimiz çox olurdu. Mən belə deyərləri bir yerdə döyüşlərdə olmuşuq. Mübariz çox cəsarətli, qəhrəman, igid komandiridir. Həmişə də həmsöhbət olurdu. Çünki mən Laçından, o da Cəbrayıldan həmişə öz yurtlarımızın həsrəti ilə danışırdıq və düşmənə qarşı nifrətimiz həssizdir. Tanışdığımız bizim Ali Hərbi Məktəbdən başlayır. O da Rusiyada təhsil alırdı, mən də Moskva şəhərində, o Leningrad şəhərində mən. 90-cı illərin əvvəllərində baş verən hadisələr bizi məcbur etdi ki, vətənə gələk. Biz onunla Bakı Ali Hərbi Məktəbdə tanış olduq. Sonradan taliyə elə gətirdi ki, Qubadlı rayonunda da bir yerdə döyüşlərdə iştirak etdik. Və sonradan Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə də bir yerdə iştirak etmişik. Bizim darvazamız vardı. Sonra keçirdim həyətə. Sonra həyətə keçirdim. Orada da ağaçlar, bağlar var. Axşamüstü burada çıxar da yanında da futbola da gedərdik. Nə bilim, daş atırdıq bir-birimizlə. Gedir gol atırdıq, dönmərədə də oynardıq. Məhəllə daşlaşır. Yanından da elə şahlı Onda bir zaman gəldik. Elə çox şükür 30 ildən sonra doğma toplantımıza gəldik. Bax, ora bizim doğma Şarkır kəndimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. O cümlədə də Allah mübarəzin yeri gəmi cənnət eləsin, beşli eləsin. Mübarəzdən mən hacı olmuşam, cümlədə də böyüşük. O cümlədə həm də qohum oldu. Mübarəz o həyətdə böyüdü. O bizə yarım yoxunda taksizdir. Nə bilim, görsən ki, həmin heyvanatda gedəndə, nə bilim, qolaqlara gedəndə yarım böyüdü. Soğuklarında uşağımız var, burada oturduq onun vaxtında. Gör taliyə bax ki, sən mən qardaşımla yoldaşlıq eləmsən, mən də sənin şəhid qardaşınla yoldaşlıq eləmişəm. Çünki o məndən bir yaş böyüydü, bizim yoldaşlığımız tuturdu. Sən də mübarizdən bir yaş böyüydü, sizinki də onlarla qalır. Düzdür, Allah bir kərdə rəhmət eləsin. Amin, Allah cümləmə mən mübarizlə hətta Şuşada da Lesman şkola var, o vaxt yay məktəbində. Orada oxumağa gitmiş, Şuşandan o vaxtdan. Çox mərdum var, çox sağ olsun. O şahid rəhmətə gedəndə valiyə eşitmişdi. Bədahətən ona bir şeir demişdi. Yanında da eşitmişdi bir şeir. Şahid idim, şəhid oldum, şəhidləri ağlamazlar. Vətən torpaq el yolunda ölənləri ağlamazlar. Onun qardaşlarına başsağlığı verirəm. Başları sağ olsun. Vətən yolunda şəhid olmaq böyük bir şərəf işdir. Elə bir döyüşçü yoldaşıdır ki, istəməzdir ki, ətrafındakına hardasa biz ayrı söz edilsin. Bir yaxın bir qardaş kimi, bir dost kimi, yoldaş kimi canbaşanlıq edir. Mübarizlə cəbhə yoldaşıyıq. Mən yaralanıb gələndən sonra yaralanmışdım, gedim. Müalicədən sonra təzdən cəbhəyə qayıdanda Mübariz Xankişiyevi cəbhə bölgəsində gördüm. Çox xoş oldu, çox ürəkli, diyarlı oğlanlardan biriydi. Hadir Vasitə edir. Mübarizlə mənim əsl belə o dostluğumuzun demək olar ki, bünövrəsi bəlkə də oradan başlayır. Çünki 7-ci sinifdə, indi 6-5 orada indi uşaq ailələr gedir, uşaq zeyni gedir. 7-ci sinifdə bizdə belə bir məsələ oldu ki, bizdə yaxşı oxuyan uşaqları, nəysə məktəbdən gəldilər, dedilər ki, Şuşada 23 nömrəli nə idi, yadımdan çıxır və belə 4-5 nəfər bizim məktəbə yer ayırmışlar ki, bizi ora göndərsinlər. Orada da nə bilim, orta məktəbdə də məktəbin direktoru gəldi, məsləhət gördü. Rəhmətli Mübariz idi, mən idim, Amil idi. 1-2 nəfər də var idi. Biz 5 nəfər getdik orada. Mən şəhid Mübariz Xankişiyevlə 1984-85-ci illərdə bu məktəbdə oxumuşam. Bir yerdə burada dostluğumuz oldu, yoldaşlığımız oldu.
qardaşlığımız olur, uşaqlıq illərimiz olur. Burada bu yolla biz həmişə qar olardı qışda. Burada biz sürüşərdik. Xatirələrim bir sözdə çoxdur mübarək haqqında. Onu bir cümlə ifadə etmək çox çətindir. Həm də 40 ildən sonra yenidən mən gəlib bu yerləri görməyim məni çox həyəcanlandırır. Həyəcan olduğuna görə istər-istəməz adam yaddaşında olan şeylər də yazmaz. Xatırımdadır, mübarizlə həmişə buradan çıxardım. Burada məktəbimizin qapısı var idi. Buradan da şəhərin içərisində Şuşanın Paqarov, Sarı Paz avtobusları işləyirdi. Arxa tərəf Valisiyadır. Buradan gəlirdi avtobus dönüb buradan qalxırdı şəhərin içərisi tərəfinə. Biz buradan icazə alırdıq müəllimdən, gəlib dururduq buradan. Nerede avtobusla sürüldü şəhərə gəlməyə gedirdik. Bizim məscidimizi o vaxtlar eləmişdilər, tariximizi, gedirdik tarix muzeyinə, bazara. Qardaşım yaralıdır, yaraladı mən apardım. Sniper yollamıştı. Sol kolunun altından da buradan. Sniper girmişti, çıkmamıştı. Bir tane nohut boyda yara vardı. Başka hiç benim ki sağlam bir adamdı. Bizim batalyona nəsəndə ştab kimi təqdim etmək istəyirlər, gətirmək istəyirlər. O özü döyüş bölgəsində olmaq üçün, bizim əsgərlərin yanında olmaq üçün bizimlə birlikdəyik. Birçok şehirler unutulmuyor. Mübarek doğrudan da hayatta öyle bir psikolojik ki bu istikrar silinen iz değil. Allah bütün şehirlerimizden rahmet eylesin. Bir günler her bir şeye durmamışlar bir gün kadar. Evliydi. Konağım var, bir balcının oğlu biz değil. Onunla danışırdık. Bir de gördüm ki, dedim ki kardeşimle başını kesip hemen onların başının üstüne koyup gülüşüyor, danışırlarsa. Adı sağlık, dedim sağlık. Bakın bari şimdi gülüş, o yine gülerdi. Gülerdi dedim, özüm ben neyle değilim, bunu yaptı, yaşlılar, onu görmüyor ki. Sen hiç bunun haberi geldi. Şimdi onunla haberi geldi. Mübarizə yolunun seyrinə mən dəhşət edirəm ki, bu belə bir gənclər olan, belə bir gənclər olan xalq vallahi nəyə desəm layiqdir. Çünki o cürə olub, onu bizim kənddən başqa ölçülərdə var idi, amma bu səmimiyyətdə insanlar elə ancaq görüşdə olur, başqa bir yerdə olmur. Bu həyat bunun qismətiymiş. Şəhidin öz zirvəsinə ucalmaq üçün qismətində varmış. Sağ olsaydı həyat axarıca davam edəcək. Yəni ki, bu iki günlərdə orada ölmüşlər, uşaqlar, xatirələr. Şəhid haqqında danışmaq qardaşım üçün ağırdır, həm də qürur vericidir. Tək qardaş olaraq yox, bütün şəhidlər haqqında danışmaq bizim üçün qürur vericidir. Və onların haqqında nəsə demək bizi həm qürurlandırır, həm də kədərləndirir. Kədərləndirir ona görə ki, onlar bizim aramızda yoxdur, qürurlandırır ona görə ki, onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçmişdilər. Bir qardaş kimi, balaca qardaş kimi aramızda 2 yaş fərq olmasına baxmayaraq demək olar ki, uşaqlığımız bir yerdə keçir. Aprel ayının 17-sində mən hərbi xidmətdə olduğum vaxt böyük qardaşımın dostu yaxınlaşdı. Mənə İçasda mənə dedilər ki, səni axtaran var, soruşan var. Eldarı görəndə nəsə həqiqətən də biraz içimdə bir gizilti keçdi ki, bu Eldar niyə gəlsin bu vaxt? Özdə axşam saat 6-dan sonraydı və dedi ki, qardaşım yaralanıb, hospitaldadır, ona görə də Sumqayıta getməlidir. Düz Bayırdan Sumqayıta gələnə qədər için ağlamışdı. Hər dəfə də Eldara ant verəndə, o Eldar yox yaralıdır, heç bir şey yoxdur, yüngül yaralıdır. Ona görə də hospitaldan indi çıxardıqlar, evə gedirlər, biz Sumqayıta ona görə gedirik. Düz 10-cu mikrayında həyata girəndə, cəmaatı, izdihamı görəndə başa düşdüm ki, 19 yaşında bir qardaş üçün 22 yaşında bir qardaş itirmək nə qədər çətin olduğunu belə izah edə bilmərəm. Amma bir yerdə fəxr edir ki, bizim qardaşlarımız vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda şəhid olmuşlar. Yəni onların yeri soğuqsuz cənnətdir. Yəni
şəxsən mən bütün şəhidlərlə fəxr edirəm. Şəhidlər bizim başımızın tacıdır. O cümlədən də Məlik Qorxmaz da həmçinin. Əlbəttə ki, bütün hamı. bütün şəhidlər. Hamısı bizim qardaşımızdır. Bütün şəhidlər. Yəni bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Onlara Allah səbr diləyirəm. Allah onlara səbr versin. Allah yenə də şəhidlərin cənnətli bir işləyir.